Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Allahumme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Selamun aleyküm ve rahmetullah. Xoş gördük sizləri əziz qardaş və bacılarımız. Əhl-i Beyt əleyhissalatu vesselam aşiqləri. Bugünkü dərsimiz Həzrəti Ali əleyhissalatu vesselam barəsində olacaq. Bildiyimiz kimi biz keçən dərslərimizdə dəfələrlə qeyd elədik ki, biz əgər Əlini əleyhissalatu vesselam istəsək, dərk eləsək, dərk eləyək və ali dərəcədə dərk eləyək, gələn mütləq şəkildə özümüzdən böyük bir şəxsiyyətlər barəsində düşünək və onların vasitəsilə Həzrəti Ali əleyhissalatu vesselamı öyrənək. Bu şəxs Həzrəti Xatəmən Nəbi, Əşrəfil Ənbiya vəl Mursalin olan Resulullah sallallahu aleyhi və aleyhi və səlləmdir. Qeyd elədik keçən dərslərimizdə. Bugünkü bəhsimizdə də bəli, Həzrəti Peyğəmbərimizin gözəl və əziz hədislərindən qeyd eləyəcəyik. Bu hədisdə qeyd olunur ki, Peyğəmbərimiz əleyhissalatu vesselam Həzrəti Ali əleyhissalatu vesselama bir gün nəzər eləyir, yəni sifətinə, surətinə tamaşa eləyir və ağlayır, narahat olur. O hadisə geniş olduğu üçün mən çox da giriş tapmıram ondan. Qısa formada sizin nəzərdə çatdırıram. Söhbətlər olunur orada. Məsciddə söhbətlər olunur. Gəlir bu yerə çatır ki, Peyğəmbərimiz əleyhissalatu vesselam narahat formada Həzrəti Ali əleyhissalatu vesselama nəzər edir və narahat formada da ağlayır. Həzrəti Ali əleyhissalatu vesselam Həzrətin bu narahatçılığından narahat olur. Həzrəti Ali əleyhissalatu vesselam buyurur ki, ya Resulallah, siz bu sözləri ki danışdınız və o zaman gələcək Peyğəmbərdən sonra ümmətin parçalanması və ümmətdə çaxnaşma olacaq, İslam ümmətinin birliyi pozulacaq, bu qəbildən olan sözlər. Aya, ya Resulallah, həmən zamanda ki dediniz ki, mən öz başımın qanıyla bulanacam, yəni saqqalım başımın qanı ilə boyanacaq və al qana qərq olacam. Aya, o zaman da Əlini sənin dinində olacaq? Həzrəti Ali əleyhissalatu vesselam, Həzrəti Resul-i Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm belə buyurur. Nəam ya Ali, nəam ya Ali, nəam ya Ali. Yəni bəli, Əlican, bəli. Əlbəttə ki, sən mənim dinimdəsən və mənim dinimdə də sabit qədəm olacaqsan və mənim dinimdə də dünyadan köçəcəksən. Özə sən şəhid olacaqsan. Əli, sən və sənin şiyələrin qiyamət günü nicat tapanlardansınız və qiyamət günü Allah Teala sizə verəcək o neməti, o nuraniyyəti başqa ümmətlərə verməz. Və fəqət bu sizə aiddir, sənə və sənin şiyələrimə. Əlbəttə, ya Əli, səni bir neçə qism insanlar sevməz. Onlardan biri bir neçəsinin adını sayır, zinadan əmələ gələnlər və digər sifətlər də sayır. Mən istəmirəm onları qeyd edeyim. Amma o şəxslər ki, ya Əli, sənə itaat eləməzlər və səni sevməzlər, onlar da Allah tərəfindən sevilmir. Məfhumu budur yəni. Əziz qardaş və bacılarımız, biz çox xoşbəxt insanlarıq ki, bu cür şəxsiyyət və şəxsiyyətləri Peyğəmbərimizin gözəl və əzəmətli kəlamlarında gözdən keçiririk və tanıyırıq Həzrətin vasitəsilə. Yəni Peyğəmbərdən sonra ümmətə ləyaqəti olan, ləyaqəti çatan, atalıq ləyaqəti, böyüklük ləyaqəti, əmirlik ləyaqəti olanlar fəqət Həzrəti Əli və onun 11 övladıdır. Qeyrisi mümkün deyil. Niyə? Çünki Peyğəmbər özü məsum, Peyğəmbərdən sonra ümmətə rəhbərlik edənlər də gərək məsum olsun. Əzizlər, bütün İslam ümməti, bütün İslam məzhəbləri bilir ki, Allah təbarəkə və teala vahid olan bir varlıqdır. Məxluq deyil.
Yəni onu heç kəs yaratmayıb. Bu məfhum, bu söhbət Allah barəsində ola bilməz. Bəs Allah xaliqdir. Özü də öz hikmətindən məxluqatları yaradıb. Amma insanı isə ən şərafətli məxluq yaradıb. Yəni ona yer verib, xüsusi bir nemət verib ona. O da dərrakə, ağıl və şəhvət ikisi bir yerdə. Bu heç vaxt bu çərçivədən ayrılmaz. Bu məxluq ki deyil, Allah tərəfindən yaranıb, insan adı verilib. Sağlam insanla istisna olan hallar var. Sağlam insanlar heç vaxt bu iki dənə nemətdən ayrı düşməzlər. Amma bəziləri isə tarixdə qeyd olunan formada o qədər azğınlığa düçar olublar ki, Həzrəti Əlini adlı bir səhabə kimi, adlı bir alim, İslam alimi kimi tanıyır və cəmaata istəyir tanıtdırsınlar. Amma halbuki Peyğəmbərimiz Əleyhisselatü Vesselam vasitəsilə Allah ümmətə Peyğəmbərdən sonra məsum imam qərar verib, məsum höccət qərar verib Həzrəti Əlini və onun 11 övladlarına. Allaha şükür edirik və Allaha duaçıyıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.